Yeni bir araşdırma avtomobil açarlarının velosiped təbliğəsi ilə əvəz edilməsinin demensiya və Alzheimer xəstəliyi riskini azalda biləcəyini ortaya çıxarıb. Yeniavaz.com xəbər verir ki, araşdırmanın nəticələri JAMA Network Open jurnalında dərc olunub. Alimlər qeyd ediblər ki, müntəzəm velosiped sürmək hətta beynin yaddaş üçün vacib olan hissəsinin ölçüsünü artırmağa kömək edə bilər. Onlar bu nəticəyə gəlmək üçün ən çox hansı nəqliyyat vasitələrindən istifadə etdiklərini göstərən 480 minə yaxın insanın məlumatlarını təhlil ediblər. 13 illik tədqiqat dövründə iştirakçılardan 8800-dən çoxu demensiya, 4000-ə yaxını isə Alzheimer xəstəliyinə tutulub. Bununla belə nəticələr göstərib ki, velosiped sürən iştirakçılarda demensiyanın inkişaf riski 16%, Alzheimer xəstəliyinə tutulma ehtimalları isə 22% azdır. Faydaların Alzheimer xəstəliyinin genetik riski olmayan insanlarda cəmləşdiyi aşkar edilib. Tədqiqatın müəllifləri qeyd ediblər ki, beynin MRT müayinəsi aktiv hərəkətliliklə bağlı daha bir maraqlı tendensiya aşkar edib. Stat: velosiped və oxşar nəqliyyat vasitələrindən istifadə hipokampal həcminin artması ilə əhəmiyyətli dərəcədə əlaqəlidir. Statın sonu: hipokampal insanların və digər onurğalıların beyninin əsas komponentidir və qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa məlumatın konsolidasiyası və ötürülməsinə imkan verən məkan yaddaşında mühüm rol oynayır.